İndi gələk yurd məsələsinə. Yəni yurdun ən böyük avantajı bilirsiniz nədir? İl göç idarəsi. Nə noter lazımdır, nə bir şey lazımdır. Yurda girdiniz, pulunu ödədiniz yurdun, gedirsiniz yurdun müdirinə, deyirsiniz ki, mən il göç idarəsi üçün sənəd ver. Heç nə o sənədi götürürsüz, gedirsiniz yaşayış yeri olaraq yurdu göstərirsiniz və canınız rahatdır. Nə sizdən qazı, işığı, suyu, abunəliyini üst üzə almağı tələb eləyirlər. Ya nə bilim, notarius tələb eləyirlər. Nə ev sahibi ilə gedib bir yerdə tapunu, mapunu, kupçanı aparmağı tələb eləyir. Yəni baş ağrısı olmur. Yəni yurd məsələsinin ən böyük avantajı mən deyərdim ki, il göç idarəsində işinizi asanlaşdırmaqdır. İkinci avantajı odur ki, hazır yemək. Yəni əgər yemək bişirə bilmirsinizsə, ümumiyyətlə yeməklə çox aranız yoxdursa, yəni yurdda yemək çıxır. Yurdun digər bir avantajı isə yəni pulsuz internet, istilik sistemi və isti suyun olmağıdır. Çünki bunlar evə çıxdığınız vaxt hamısı əlavə bir maliyyət olaraq sizə geri dönüş olur. Çünki interneti çəkdirmək, altyapı yoxdursa və ya milyon dənə problem ola bilir. Yəni istilik sistemi və s. Bunlar hamısı yurdda yoxdur. Yəni yurdda yoxdur. Yəni bu problemlərlə yurdda üzləşmirsiniz. Yəni ucuzluq, yəni hər halükarda yurd sizə ucuz başa gəlmiş olur. Çünki dediyim kimi yemək məsələsi yoxdur, fatura məsələsi yoxdur, qaz, su, işığı yoxdur, ödəmirsiniz və s. və s. Depozit ödəmirsiniz. Yəni yurdda depozit söhbəti yoxdur. Yəni yurdda sadəcə girirsiniz və yurdun pulunu ödəyirsiniz. Bu qədər.